Yağıntılı hava şəraiti aprel ayının 27-ci və 28-də əsasən Böyük Qafqazın şimal-şərqi olan Quba, Qusar, Xasmaz, Şabran, Xızı, Siyəzən, Dağlıq Şirvanda, eyni zamanda Naxçıvanın dağlıq rayonları olan Şahbuzda, Ordubad ərazilərində və Kiçik Qafqazın Daşkəsən, Gərəbəy, Kərbəzər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan və Yardımlı Leş, Aslanın dağ kəndlərində aprel ayının 27-ci və 28-dəki yağıntıların intensiv olması ehtimalı var. Yüksək dağlıq kəndlərdə bu proses qarla müşahidə ediləcək. Lakin dəniz səviyyəsindən artıq 1600 metrdən yüksəkdə yerləşən ərazidə bu proses sulu qar və qara keçsə də bir qədər düzən ərazilərdə isə bu proses yağışla və intensiv yağışla müşahidə ediləcək. Artıq aprel ayının 27-ci və 28-ci gün ərzində bu yağıntılı hava şəraiti davam etsə də aprel ayının 29-da yağıntıların tədricən fasiləsi gözlənilir. Lakin may ayının ilk günlərində yenidən Böyük Qafqaz ərazisində və Kiçik Qafqaz ərazisində hava şəraitinin kəskin dəyişilməsi ehtimalları var. Bu proses nəticəsində sululuğun bir xeyli artması gözlənir. Aprel ayının 29 axşamı doğru Naxçıvan ərazisində və Kiçik Qafqaz ərazisində, Xankəndi, Kərbəzər ərazisində yenidən qısa müddətli yağış yağması, yüksək dağlıq ərazilərdə qar yağması ehtimalı var. Aprel ayının 30-cu gündüz saatlarında hava nisbətən sabit keçir, lakin yüksək dağlıq ərazilərdə yenə də buludluğun artması ehtimalları var. Bu riski də nəzərə almaq lazımdır. Dağlıq ərazilərdə səyahət edənlər bunu nəzərə almalıdırlar ki, ümumilikdə aprel ayının sonu və may ayının ilk günlərində hava şəraitinin tez-tez dəyişilməsi gözləniləndir. Çünki isti hava dalğalarla soyuq havanın Qafqaz ərazisində tez-tez yer dəyişməsi gözlənilir ki, bu da anidən hava şəraitinin dəyişilməsi ilə nəticələnəcək. Artıq may ayının, xüsusilə də may ayının 1-i axşama doğru əvvəlcə Azərbaycanın şimal və qərb rayonları ərazisinə doğru Gürcüstan ərazisindən güclü, lokal xarakterli topa yağış buludlarının daxil olması gözlənilir. Nəticədə Gəncə, Qazax ərazisində, Böyük Qafqazın Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmayılı, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz, Şabran, Dağlıq Şirvanda, Kiçik Qafqazın Daşkəsən, Gərəbəy, Kərbəzər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan və Naxçıvanın Sədərək, Ordubad, Şahbuz, Şərik ərazilərində və mərkəzi alanın xüsusilə də Gəncə ərazisinin yaxın əraziləri olan Mingəçevirdə, Yevlax, Kürdəmir ərazisində, eyni zamanda Ucarda və Zərdabda da hava şəraitinin kəskin dəyişilməsi ehtimalı var. May ayının 1-i axşama doğru bu proses başlayacaq.